Axund dövləti biz 4-cü, 7-ci əsrdə xalqların böyük köçünü qeyd etdik və türk tayfalarının köçü və köçdükləri ərazilərdə yaratdığı dövlətləri ilk əvvəl Avropa Hun dövlətini keçmişdik, qərbdə yaranan. İndi isə Axund dövlətini keçəcək, Asiyada yaranan. Və Böyük Hun dövlətinin, Asiya Hun dövlətinin dağılmasından sonra qeyd etdik ki, Hunların bir hissəsi İdil çayından qərbə köçüb, yollar keçərək Avropa Hun dövlətini yaratdılar. Bir qismi isə qərbi Türkistana köçdülər. Sasani dövləti ilə mübarizə apardılar və 4-cü əsrin ikinci yarısında Axund dövlətinin əsasını qoydular. Və Çin sərhədlərindən cənub-qərb istiqamətində hərəkət edən Axundlar Qafqazdan Hindistana qədər uzanan geniş ərazidə məskunlaşdılar. Xəritədən də gördüyünüz kimi Hindistan bu ərazidir, Qafqaz da bu ərazidir. Mənbələr Azərbaycanda qədim dövrlərdə Kadusilər, orta əsrlərdə də Abdallah adlandırılan tayfaları Axundlar hesab edirdilər. Axund dövləti yarandı 4-cü əsrin ikinci yarısında. Axundların qərb qonşuları Sasanilər, şimal qonşuları isə Göytürklər idi. Göytürklər də bu ərazidədir. Sasanilər burada, Göytürklər də burada. 5-ci əsrdən Eftal xanın adı ilə Eftalitlər dövləti adlanır. Axundun ərazisi Mərkəzi Asiya, Əfqanistan, şimal-qərbi Hindistanı əhatə edir. Monqolistandan Xəzər dənizinə qədər çatır sərhədləri. 430-cu ildə Axsuvar xan Firuz Şaha Sasani taxtına çıxmaqda köməklik göstərdi. Amma bu hadisədən sonra Firuz xan Axsuvara qarşı çıxaraq Axundlara müharibəyə başladı və düşmənə qarşı Axsuvar xan Turan taktikasından istifadə etdi. Sasani şahını mühasirəyə aldı. Firuz Şah hər iki ordunun döyüşçülərinin gözləri qarşısında Axund hökmdarının qarşısında diz çökdü. Bağışlanması üçün yalvardı. Axsuvar xan Firuz Şahı bağışladı, amma yenidən Firuz Şah Axund torpaqlarına hücum etdi. Axsuvar xan Sasani ordusunun hücum edəcəyi yollarda üstü örtülü xəndəklər qazdırdı. Firuz Şah da daxil olmaqla bu xəndəklərə düşən düşmən ordusu məhv oldu. Axundlar 5-ci əsrin ortalarında Sasanilərə qarşı qalibiyyətli müharibələr apararaq İran yaylasının şərq hissələrinə və Türkistana sahib oldular. Axundlar 484-cü ildə növbəti dəfə Sasanilər üzərində qələbə qazanıb Heratı tabe etdilər. Firuz Şahdan sonra hakimiyyətə 1-ci Qubat gəldi. 1-ci Qubat Məzdəkilər hərəkatı nəticəsində ölkədən qovulmuşdu. Siz bunu Azərbaycan tarixində keçmisiniz. 1-ci Qubat 1-ci Məzdəkləri dəstəkləmişdi. İri feodallara qarşı olduğuna görə Məzdəkilərdən istifadə etmişdi. Sonradan isə feodallar onu taxtdan salmışdı. O da Axundlara sığınmışdı. Amma sonradan Axundların köməyi ilə yenidən Sasani taxtına qayıdacaqdı və Məzdəkilər hərəkatını yatıracaqdı. Məzdəkilər hərəkatı 481-529-cu illərdə baş verib və Axund hökmdarının qızı ilə 1-ci Qubadın evliliyi baş veribdi və Sasani hökmdarı 1-ci Xosrov Ənuşirovanın anası Axund hökmdarının qızı idi. 6-cı əsrin əvvəllərində Axund dövləti daha da gücləndi, ən qüdrətli dövrünə çatdı. Qüdrətli dövrdə də hakimiyyətdə Mihraqul xan olmuşdu. Yaxşı təlim görmüş və nizami orduya sahib olmuşdu bu Hunlar. Fasiləsiz yürüşlər etmişlər, Hindistanın şimal-qərbinin işğalını başa çatdırmışdırlar. Hindistanın 6-cı əsrdə ərazisi şimalda Aral gölünə, Tibet dağlarından Xəzər dənizinə qədər uzanırdı. 700-dən çox döyüş fili var idi. İmperiyanın ərazisinin genişləndirməsi idarə etməkdə çətinliklər yaradır.
tabi olan ərazilərdə etirazlar başlanır. Beləliklə feodal əyanların müstəqillik arzuları güclənir və bu dövrdə Göytürk dövləti qeyd edirik. Birinci bu Göytürkdür, 552-ci ildə yaranıb. Axunlara qarşı hərbi müdaxiləyə başlayır və axunların ərazisində müxtəlif dinlərin yayılması nəticəsində zəiflədiyinə görə 567-də Sasani və Göytürklər birləşib Axun dövlətini süquta uğradırlar və Axunun ərazisi iki dövlət arasında Sasanilər və Göytürklər arasında bölünür. Axun dövləti haqqında da bu qədər.